Baxın dostlar, sizə bir söz deyim, hamı yaxın otursun ekrana. Bir dənə də sir deyəcəm. Bir gün 2 nəfər sporlaşır. 2 nəfər sporlaşır, elə bir ki 3-cü nəfər də hardasa söhbət sporlarını eləmək istəyir ki, kim düzgündür, kim səhvdir. Nəysə o kimi söhbət gəlib çıxır mənə. Mənlə əlaqə saxlayırlar ki, bəs belə kim səhvdir, kim düzdür, belənçi. Deməli, bunların sporu nədir? Deməli, o 3-cü insan hansı ki, bu deyir, əgər bu dediyi düz çıxsa, deməli, bu insan o şimdi neysə o şimdi əldə edəcək. İndi bu söhbət odur. Mən ona qayıt deyirəm ki, üçü də qoşulmuşdu canlıya. Deyirəm ki, 3 dənə axmaq spor eləyir. Və sən də o axmaq qoşulursan sonra 3-cü axmaq da sən olacaqsan. Deyirlər ki, niyə də biz dediyimiz suala cavab vermədi. Necə izah edəcəkdik? Deyirəm ki, əgər kimsə çox spor eləyirsə, yadda saxlayın. O insanlar çoxsu özlərini prav göstərmək kimi, yəni öz aləmlərində, yəni düzgündür. Və sən də onu qoşursansa, 3-cü axmaq sənsə. Ona görə, deməli bunların sporu nə idi? Biri deyir ki, Fibonacci-ni qoşanda, fərq yoxdur, belənci qoşdun, yoxsa o biri Fibonacci-ni qoşdun, yəni Fibonacci-ni qoşanda spor elə. Biri deyir ki, məndə burada rəqəmlərdir, yəni bu qiyməti demirəm, qiymətə fikir verməyin. İndi bunu mən yığışdırayım. Mən bunda xüsusi nastroykalar. Və qiyməti yığışdım, yəni xətt hara düşür, o qiyməti göstərməsin. Sadəcə göstəricilər. Sonra bunu çəkim qırağa indisə bir söz. Biri deyir ki, mən Fibonacci istifadə eləyəndə, yəni belə bir göstəricilərlə qoymuşam, 618, 786, o birisi də, məsəl üçün 1, nə bilim, 1,618 və s. Yəni burada 0,38 də var. Nəyəsə, o şimdi deyir, belənçi qoymuşam. O birisi də deyir ki, yox, o düzgün deyil, o düzgün deyil. Bir dəqiqə, baba burada urvin yerinə faiz. O birisi də deyir ki, faiz düzgün göstərir. Bu 161 faiz olmalıdır, bu 100 faiz olmalıdır, bu 78, bu 61, 0,8 də 0,38 də olur 38 faiz. Deyir, faizlə baxmaq düzdür. O bizi deyir, faiz səhv göstərir. Bu isə deyir, yox, o kimi rəqəmlər səhv göstərir. Nəsə sporlaşırlar ki, görə düzgün cavab nədir? Mən də onlara deyirəm ki, siz bir oturub düşünmüsünüzmü? Baxın dostlar, indi mən ona nə izah edirəm? İzah edirəm ki, bu məsafə gedişatı buradan bura eynidir. İstəyir faizlə olsun, istəyir faizsiz olsun. Bu məsafədə yuxarı qalxanda fikir ver, 2 qoymuşam. Buracan eynidir. Deməli, götürəm buradan. Təqribi yox, bundan yox. Bir dəqiqə. Əlbəri dikelim. Təqribi atıram məsafə. Və burada da bunu gətirib sıfıra qoyuram. Çünki niyə? Fikir verin. Sıfıra qoydum. Və bunu gətirib 2-yə qoyuram. Görürsünüzmü? Bu bütöv getdiyini burada yuxarıdadır. Eyni şeydir. İndi bunu mən uzadıram. Bax, aşağı hissəni uzatdım. Məsafə çoxaldı. Bunlar yerlərini dəyişdi. Artıq bu xət ki verin. Görürsünüzmü? Bunlar faizə görə hesablayın. İndi isə göstərəcəm bir dəqiqə. Yox. Fikir verin. Qoydum bura. Bu 0,618 faizə keçəndə olur 61,8 faiz. 0,78 faizə keçəndə olur yəni 78,06 faiz. Bu isə
1'dir. Əgər 0,38 olasa, olacaq 38%. Bütöv. İndi bunu nastroykasına vuraq. Gərək keçə burada. Yox, bir dəqiqə xəttidir, mən çalışdım. Fibonacci seçirəm, Fibonacci. Və burada gərək keçək faizə. Və diqqətlə bax, heç nə dəyişilmədi, eyni şeydir. Faizlə də eyni şeydir, rəqəmlə də eyni şeydir. Rəqəmlə göstərəndə faizə görə hesablayır. Rəqəm də faizə görə işləyir. Faizlə də göstərəndə faizə görə işləyir. Yəni, sənin burada 0,618'in o hesablayır. 61,8%-ni sadəcə sənə rəqəmlə göstərir onu. Bildiniz mi? Bunu böyüdüb balacalaşdıranda bu kanalın faizinə görə hesablayıb. İndi yuxarı gedə, bax. Yuxarı gedə. Qaldıraq, görürsünüz, 200 oldu, 2 oldu 200. Bunu qaldırıb qoyuram bura. Bu o deməkdir ki, artıq burada 1 olubsa, buradan qalxış 3'ü yeni qalxış. Yəni 0 kimi götürsən bunu, buradan buracan onun 61%-nə kimi gəlir. 61,8%-nə kimi gəlir. Yəni buradan bura getdiyi yol, onun buradan bura getdiyi yol qədər eynidir. Baba. Baxın. 0 götürəndə eyni şeydir. Eləncik də buradan bura getdiyi. Görürsünüzmü? Bunlar hamısı eynidir. Əgər mən bunu balacalaşdırsam, gördünüz, məsafələr hamısı təzədən məsafələr dəyişdi. Keçək rəqəmə. Gördünüz mü?